Alex Matta adlı birindən sual var. O soruşur, bildiyim qədərilə, səhv etmirəmsə sizin inancınıza görə sizi izləyən hər kəs İsrail oğludur. Bu da əvəzləmə təlimidir. Amma mən qan xətti nəsillərindən danışıram. Əgər onlar yer üzündə yaşayan insanlar deyilsə, onda kimlərdir? Bəli, biz əvəzləmə təliminə inanırıq. Yəni inanırıq ki, Musa və İsrailə göndərilən peyğəmbərlər zamanında həqiqi İsraillər qan və ad olaraq İsraildə yaşayan, bu peyğəmbərləri izləyən İsrail övladları idi. İsa Məsih gəldiyi zaman isə həqiqi İsraillər İsanı izləyənlər idi. Onlar Allahın həqiqi övladlarıdır. İsa fariseyləri və onu rədd edən digər şəxsləri iblisin övladları adlandırmaqla bunu çox açıq şəkildə göstərmişdi. Beləliklə, onlar İsrailin və ya Allahın övladları ola bilməzlər. Əksinə, iblisin övladlarıdırlar. Buna görə də hər dövrdə nəbi, elçi və ya imam olan şəxsə inananlar İsrail oğullarıdır. Onu rədd edənlər isə Qabilin və ya iblisin övladlarıdır. Eyni şey Muhammed Peyğəmbərin dövründə də keçərlidir. Muhammədi izləyən xristianlar həqiqi İsraillər, onu rədd edənlər isə iblisin övladları oldular. Bu prinsip imamların həyatları boyunca indiyə qədər davam edib. Buna görə mən İsrailəm, mənim adım Abdullahdır, yəni Allahın qulu. Bu ərəb dilində İsrail sözünün mənası ilə eynidir. Əhməd Əl-Həsən əleyhissalam da mənə dedi ki, mən İsrailəm və ətrafımdakı bütün möminlər həqiqi İsrail övladlarıdır. Çünki onlar bu dövrdə Allahın nümayəndəsinə inanırlar. İndi əgər qan xəttindən danışırıqsa, indiki dövrdə İsrail adlanan yerdə yaşayanların çoxu həqiqətən Yahudi nəsillərindəndir. Onlar bioloji, fiziki olaraq Yahudilərdən, İsrailin 12 qəbiləsindən, xüsusən Yahuda və Bünyaminin övladlarından, bəziləri də Levi qəbiləsindən gəlirlər. Amma hamısı deyil. Onların çoxunun izləyə biləcəyi bir qan xətti yoxdur. Onlarda 12 qəbilənin qanından yoxdur. Onlar həqiqətən Yaqubun və ya İbrahimin nəsli deyillər. Qalanları isə xalqlar arasında səpələniblər. Bizim aramızda bioloji, fiziki nəsil olaraq səpələnmiş çoxlu sayda adam var ki, onlar İbrahimin və ya Yaqubun nəslindən olduqlarını dəqiq bilmirlər.